Xoş gördük, əziz Qlofkom izləyiciləri. Vaxt aşırı biz studiyamıza müxtəlif yoldaşları dəvət edirik. Bugün də bizim studiyamızın qonağı bizim köhnə dostumuz, Müstəqil Həmkarlar Təşkilatının sədr müavini Əhməd müəllimdir. Əhməd müəllim, xoş gördük. Çox sağ olun. Belə bir məsələ var ki, son 3-5 ayda müxtəlif təşkilatların həmkarlar komitələri sosial şəbəkələrdə müəyyən fəallıq göstərirlər. Seminarlar keçirirlər, əmək hüququ ilə bağlı müxtəlif treninqlər keçirirlər. Şəhid məzarlarına baş çəkirlər və digər fəallıq göstərirlər. Sizin Müstəqil Həmkarlar Təşkilatının bu aktivliyə münasibəti necədir? Əvvəla bütün izləyicilərə və sizə öz minnətdarlığımı bildirirəm ki, dəvət etmisiniz və bu mövzuya toxunursunuz. Və bu mövzu Azərbaycanda Zəfər Bayramı ərəfəsində getdiyinə görə mən bütün Azərbaycan xalqımızı bu müqəddəs bayram münasibətilə təbrik edirəm. Və qaydaq bu mövzuya. Məsələ ondadır ki, müxtəlif həmkarlar komitələrinin uzun müddətli bunların susqunluqdan sonra son bir neçə ayda, bu da əsasən deməli neft sektoruna daxil olan Azəriqaz və tibb sahələrində olan əsasən həmkarlar komitələrinin bir neçə ayda olan aktivliyini mən deyərdim ki, mən o klonad adlandırardım. Yəni sözün əsl mənasında məshəkə adlandırıram. Çünki niyə görə? Məsələ ondadır ki, istər yəni həmin o həmkarlar ittifaqlarının, komitələrinin bu son bir neçə ildə onların biz işlərinə baxanda biz görərik ki, bir dəfə də olsun hansısa bir işçinin hüququ ilə məşğul olmayan və bir şeyi xatırlatmaq istəyərdim ki, Azərbaycanda həmkarlar komitəsi haqqında qanunun 11-ci maddəsində göstərilir. Hər bir həmkarlar komitəsi öz üzvlərinin ilk növbədə əmək hüququnu qorumalıdır, sonra onlar sosial rifaqı ilə məşğul olmalı və bununla bağlı müxtəlif məhkəmələrə müraciət etməlidir, müxtəlif qanun çərçivəsində olan bütün addımları atmalıdır. Və baxma ki, qanunda bu ola son 30 ildə həmkarlar komitələri öz susqunluğunu göstərirlər. Susqunluq nədir? Yəni bir dəfə də olsun hansısa bir yəni sizin dediyiniz kimi hansısa bir qazinin, hansısa bir müharibə veteranının əmək hüququnu qorumayan bir təşkilat, yəni üzümən buradan tuturam, məsələn, Azəriqazın yəni həmkarlar komitəsinin üzümü tuturam. Yəni son bir neçə ildə bir dəfə də olsun onlar deyə bilməz ki, biz hansısa qazinin işdən çıxılmasını, yəni işdən azad olunmasını, hansısa müharibə əlini, hansısa müharibə veteranı işdən azad olunanda biz onun hüququnu qorumuşuq. Yəni onlar bunu eləməyə bu günləri həmin o təşkilat üzvləri gedirlər şəhid məzarına baş çəkirlər. Mən başa düşürəm, şəhid məzarı bizim hər bir vətəndaşın bir müqəddəs bir ocağıdır və bu bizim borcumuzdur. Ancaq yenə deyirəm, siz sağ olan insanların hüququnu qorumaya, həmin insanların hüququnu tapdalaya, sizə müraciət edən o insanlara bildirə ki, mən ancaq o putyovka ilə məşğulam, o nədirlər, göndəriş, harasa insanları da o göndərişdə. Yəni bunu bildirə və həmin o insanların gedib sonradan o yenə deyirəm, üzlərinə bir o klon maskası taxır. Bir tərxəy maskası. Mən yenə deyirəm, mən başqa cür onu adlandıra bilməzdim. Yəni o insanların özlərini bir maska taxıb gedib hansısa bir şəhidin məzarı üstündə gedib o yenə deyirəm yalançı o göz yaşları bir timsah göz yaşları deyirlər də səhv eləmirəmsə gedib o həmin o göz yaşları tökməyini yenə deyirəm mən məsələkədən başqa klonlardan başqa bir şey adlandırmıram. Eyni ilə də istər Dövlət Əmək Müfəttişliyi olsun, istər Səhiyyə Nazirliyinin Səhiyyə Həmkarlar Komitəsi olsun. Bir dəfə də olsun bu təşkilatların biri də gedib hansısa bir iş yerində monitorinq aparmırlar, eləməyə. Utanmaz olma dövlətin büdcəsini dağıdırlar. Yenə deyirəm bu hərcmərcilikdir. Yəni buna dövlət qurumları tərəfindən buna diqqət yetirilməlidir. Yəni bunlar bunu elə müxtəlif seminarlar keçirdirlər ki, məsələn bu yaxınlarda səhiyyə işçilərinin sosial şəbəkədə olan həmkarlar komitəsinin bir seminarı oldu. Deməli, müəssisələrdə olan dəqiqliyi ilə deyim, əməyin mühafizəsi.
Səhv eləmirəmsə belə bir şeydir. Yəni üzr istəyirəm, əgər hər hansı bir təşkilat gedib o təşkilatda və yaxud hansısa müəssisədə hansısa bir monitorinq aparmırsa, rengenoloqlar uzun müddətli kalibrovka olmayan həmin rengen aparatları ilə işləyirlər. Bir dəfə də olsa Həmkarlar Komitəsi gedib orada bir müraciət eləməyib. Yəni deyirəm, onların əlində də bu sənəd. İnsanlar bunlara pul verirlər. Bilirsiniz necədir? Mən bu günləri əgər mən gedirəmsə, küçədən o bankada qatıq satan kişidən qatıq alıramsa, bu demək ki, mən pulu verdim, o qatığı aldım ondan. Və o adam artıq o qatığı, o təbii süddən eləyir, yoxsa qeyri-təbii o parşokdan eləyir, onun vicdanındadır. Amma mən ondan qatığı alıram. Yəni, istehlakçı kimi pulumu verirəm, alıram. Bunlar isə, bu həmin o təşkilatlar isə, o, yenə deyirəm, küçədə qatıq satandan da aşağı səviyyədədirlər. Mən onları qatıq satandan aşağı səviyyədə görürüm. Çünki bu həmin o təşkilatlar gedib yerində yoxlamadan, yenə deyirəm, istər o tibb işçisi olsun, istər Azərqazın işçisi olsun, istər Azərsuyunun işçisi olsun. Yəni, insanların iş yerini gedib yoxlamadan, mən məsələn bilirəm ki, yəni demək istəyirsiniz ki, onlar öz funksiyalarını yerinə yetirməyib, amma bu müqabilində nə salırlar, hə? Əlbəttə, o insanlardan pul alırlar onlar. Məsələn, mənim qapıma, mənim evimə, çoxumuz bilir, həftənin 6-cı gününə görürsən ki, su pulu yığan gəlir. Gəlir, o sayğaclardan göstərici çıxardır. Sual verirsən ona ki, arkadaşlar, bu axı sənin idarın 5 günlük idi. 6-cı günə görə sənə pul ödəyən var, deyir, yoxdur. Amma əslində bunu kim idarə olmalı? Bunu Həmkarlar Komitələri baxmalıdır ki, işçi bunu eləyir ya yox. Əgər yenə deyirəm, Həmkarlar Komitəsi bunları eləməyən halda yalandan gedir kiminsə, üzr istəyirəm, o zooparkda, sözlə mən baxış, gedir o kiminləsə şəkil çəkdirirsə, ya nə bilim, gedir hansısa bir, yəni deyirəm, o şəhid bizim, necə deyim, bizim müqəddəs bir yerimizdir. Gedir, üzr istəyirəm, gedir orada bir şəkil çəkdirirsə, sonradan onu paylaşırsa, mən, yəni, həmin insanlar klonundan başqa bir şey deyirlər. Yəni deyirəm, həmin təlxəydən başqa bir şey deyirlər o insanlar. Yəni, o müəssisələr o vəziyyətdədir. Vəziyyət budur. Ona görə mən yenə deyirəm, əgər onlar həqiqətən də hüquqlarını qoruyub, nəsə eləyərdi, eləsəydi, razıydım. Yox, onların bu bələdçiyinə o göstərdiyi oyunlara çox pis münasibət var. Çox sağ olun ki, öz münasibətinizi bildirdiniz, əziz tamaşaçılar. Biz dəfələrlə bu məsələləri müzakirə eləmişdik. Hətta bu studiyada Əhməd müəllimlə də bir dəfə verilişimiz olmuşdu. Bir neçə ay bundan əvvəl bu həmkarlarla bağlı və Əhməd müəllim qaldırdığı bu məsələ ki, müəyyən həmkarlar təşkilatları, komitələri var ki, müəyyən müəssisələrdə, elə o adınız çəkdiniz, Azərqaz olsun və digər məsələlər olsun. Orada əlbəttə ki, məsələ nədir? Bax, Əhməd müəllim deyir ki, müəyyən onlar dövlətin büdcəsini, amma qanunda yazılıbdır ki, həmkarların büdcəsi ora olan üzvlərin üzvlü haqqı hesabına formalaşır. Yəni, bu dövlət büdcəsi deyil. Amma bir məsələ də burada həmişə biz diqqətimizi çəkmişik. Bizim studiyamız ki, biz bilirik ki, bütün bəşər tarixi sinfi mübarizə tarixidir və zəhmətkeşlərin də öz sinfi şüuru olub, onlar öz həyatlarını özləri təşkil eləməlidirlər. Həmçinin də 1000 dənə yolları var, onlardan da biri də həmkarlar təşkilatıdır və müəssisələrdə işləyən zəhmətkeşlər öz həmkarlar təşkilatını qura bilərlər. Bugün artıq Azərbaycanda müstəqil həmkarlar təşkilatı var ki, Əhməd müəllim burada çox gözəl fəaliyyət göstərir və belə olan halda Əhməd müəllim artıq münasibətini bildirdi, çox sağ olsun ki, bunlar orada işləyən həmkarlar təşkilatları köhnədən qalıb ətalət hesabından müəyyən görüntülər yaradır. Siz demişkən təlxəklik kimi bir çıxır, maskalanırlar. Amma əməli fəaliyyət zəhmətkeşlərə, həmçinin vətən uğrunda şəhid olmuş zəhmətkeşlərin belə hörmətini yalandan üzdə saxlayırlar, boğazdan yuxarı eləyirlər, ürəkdən onlara can yandırmırlar. Doğrudan da bizim ehtiyacı olan zəhmətkeş zümrələrə, kasıb zümrələrə tam əl tutmurlar. Bu da təbiidir, çünki biz müasir dövrdə burja hökumətində, burja hökuməti isə, burja dövləti isə oliqarxların və burjuyların ümumi işlərini aparan bir komitədir. Burada zəhmətkeşlərə heç bir aidiyyəti yoxdur. Zəhmətkeşlərə yalnız onların o qırıntıları, tullantıları bizə gəlib çatır. Və burada artıq biz dəvət edirik bütün zəhmətkeşləri, özünü zəhmətkeş hesab eləyənləri ki, gəlib öz münasibətini bildirsin və xahiş eləyərdik ki, bu videonun altındakı şərhlərdə öz fikirlərinizi bildirəsiniz.
Çox sağ olun ki, bizləydiniz. Növbəti sayılarımızda müxtəlif mövzularla sizlə birlikdə olacaq. Əhməd müəllim, Çox bir sağ daha olun. təşəkkür edirəm ki, gəldiniz, öz fikrinizi bildirdiniz. Sağ olun, salamat qalın və hamınızı dəvət edirəm bizim studiyada fikirlərinizi paylaşmağa. Sağ olun, salamat qalın.